Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarə ilə bağlı ibtidai istintaqın məlumatları ictimaiyyətə açıqlanmayıb. PKK terror təşkilatının ləğvi bəyannaməsində PKK-nın qurucuları Rıza Altun və Ali Haydar Kaytanın Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürüldüyü açıqlanıb. Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan hava yollarının sözü gedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir. Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda keçiriləcək sülh danışıqları üçün Rusiyalı həmkarı Vladimir Putini şəxsən görüşməyə dəvət etməklə diplomatik oyun oynayır. Bu barədə Guardian yazır. ABŞ prezidenti Donald Trump bu həftənin sonunda Səudiyyə Ərəbistana səfəri zamanı Fələstin dövlətini tanıya bilər. Times of Israel mənbələri istinadla bu barədə məlumat yayıb.